Salam dəyərli izləyicilər. Bugün sizinlə yeni ilə özəl, hər kəsin əli çata bilən ərzaqlarla çox ləzzətli, zərif, yüngül yuxa tortu hazırlayırıq. Xəmir üçün qarışdırma qabına 3 ədəd yumurta, 1/3 çay qaşığı duz və stəkanı yerə vura-vura doldurmaq şərti ilə 200 qramlıq stəkanın 4/3-ü qədər, yəni 150 qram və yaxud da 6 xörək qaşığı şəkər tozu əlavə edib əvvəlcə bunu çırpıcı ilə yaxşı qatırıq. Ardınca 200 qram şirin ev kəsmiyini də dənəvər olduğundan narin hala gətirmək üçün süzgəcdən keçirdib bura əlavə edirik. Əgər olmazsa satışdan çəki ilə satılan kəsmiklərdən də alıb istifadə edə bilərsiniz. Amma kəsmiyiniz dənəvərdirsə mütləq süzgəcdən keçirdin ki, narin olsun. Bura həmçinin bir bağlama şəkərli vanil və 100 qram xam əridilmiş kərə yağı da əlavə edib qatırıq. Daha sonra bir kənarda 400 qram, yəni 200 ml-lik stəkanla təxminən 3 dolu stəkanı ələnmiş una bir bağlama qabartma tozu qatıb, onu da hazırladığımız sulu qarışımın üzərinə 2 dəfəyə hissə-hissə əlavə edib xəmiri yoğururuq. Onu qeyd edeyim ki, xəmiri yoğurmaq üçün götürdüyümüz 400 qram undan əlavə bir 50 qram unu da ayırıb kənara qoyuruq ki, ondan kündələmək və yaymaq üçün istifadə edək. Amma çox undan istifadə eləməyin. Yumşaq xəmir alınmalıdır. Xəmiri bir yerə topladıqdan sonra dəzgahın üzərinə saxladığımız undan biraz əlavə edib xəmiri bir qədər də dəzgahın üzərində yoğurub hamar hala salıb daha sonra onu 6 bərabər hissəyə bölüb kündələyib yığırıq. İlk tutduğumuz kündəni yaymaq üçün dəzgahın üzərində saxlayırıq. Qalan kündələri yoğurma qabına yerləşdirib üzərini örtürük ki, qurumasınlar. Və kündələri 25 sm diametrində açırıq. Yerləşdiririk yağlı bişirmə kağızının üzərinə, soba listinə. Narahat olmayın, yapışmır. Birbaşa soba listinə də yerləşdirə bilərsiniz. Üzərini yaxşıca deşdəkləyirik ki, çox qalxmasın yuxalar. Ardınca ikinci kündəni də yayırıq ki, sobanı çox gözlətmədən yuxaları ard-arda bişirə bilək. Çünki tez hazır olur 7-8 dəqiqəyə. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada yuxaları altı və kənarları zəif qızarana qədər bişiririk. Çox ötürməyin, çox qızartmayın. Daha sonra digər kündələri də yayıb ard-arda bişiririk. Yuxaların hamısı bişib hazırdır. Gördüyünüz kimi, indi onların hamısı bərabər ölçüdə olması üçün tortları və salatları yığmaq üçün olan bir halqa ilə və yaxud hər hansı bir forma ilə, qapaqla da kəsə bilərsiniz. 22 sm diametrində kəsirik. Kənarından çıxanlardan tortun üzərini bəzəmək üçün ovuntu hazırlayacağıq. Həm də belə eləyirik ki, hamısı bərabər ölçüdə, kənarları düzgün olsun. Daha sonra tortun kremini hazırlayırıq. Bunun üçün qazançaya 150 qram şəkər tozu, yəni 200 ml-lik stəkandan 4/3 stəkan və ya da 6 xörək qaşığı və 50 qram qarğıdan nişastası əlavə edib çırpıcı ilə nişastanı şəkər tozunun içərisində tam açırıq. Nişastanı qaşıqla demək biraz çətindir. Yaxşı olar ki, tərəzi ilə ölçüb götürəsiniz. Amma təxminən 3 xörək qaşığı götürün. Ardınca bura 2 ədəd yumurta da əlavə edib qarışanadək çırpıcı ilə qatırıq. Daha sonra götürdüyümüz yarım litr, 500 ml südü də 2 dəfəyə hissə bura əlavə edib qatıb qoyuruq ocağın üzərinə və qarışdıraraq hazır olana qədər, yəni krem halına düşüb qatlaşanadək bişiririk. Nəzərə alın ki, dibi tuta bilər. Ona görə də ocağın üzərində çox saxlamayın. Qatlaşan kimi ocağı söndürüb kənara çəkin. Qatlaşdıqdan sonra ocağı söndürüb bura 2 bağlama şəkərli vanil və 50 qram kərə yağı da əlavə edib qatırıq. Krem hazırdır. Üzərinin qaysaq bağlamaması üçün streç ilə örtüb gözləyirik ki, soyusun. Krem soyuduqdan sonra onu geniş bir qarışdırma qabına əlavə edirik və üzərinə biz burada 300 qram kəsmik götürmüşük. Şirin ev kəsmiyi idi. Onu xəmir üçün olduğu kimi sürgəcdən keçirdib narin hala gətiririk və üzərinə 2 xörək qaşığı şirin 25% yağlı xama əlavə edib qatıb belə bir krem halında qarışım hazırlamışıq. Yəni kəsmikli xamalı qarışım. Əgər siz kəsmik xama istəmirsinizsə, bura krem pendir də əlavə edə bilərsiniz, 400 qram və yaxud da qaymaqla plambir kremi də hazırlaya bilərsiniz bu tort üçün.
Yaxşı qatıb kremi hazırlayırıq. Hər şey hazır olduğuna görə artıq tortu yığa bilərik. Bir-bir yuxaları qoyuruq. Hər bir yuxanın üzərinə 3 xörək qaşığı krem əlavə edib onu yuxanın üzərinə bərabər yayırıq. İkinci yuxanı qoyuruq. Bu qaydada bütün yuxaları qoyub üzərini bu şəkildə kremləyirik. Ən sonda qalan kremlə tortun üzərini, kənarlarını da örtürük. Tortu yığan kimi onun bəzəyini vururuq. Bəzək sərbəstdir. Hərə öz zövqünə, fantaziyasına uyğun bunu eləyə bilər. Yuxaların kənarından çıxardığımız hissələrdən ovuntu hazırlayıb tortun kənarlarını o ilə örtürük. Üzərinə də kakos səpirik. Kim istəsə ağ şokoladlı süzgəcdən keçirdib tökə bilər tortun üzərinə. Zövqə görədir. Hər iki halda çox gözəl olur. Digər bəzəkləri isə yağlı bişirmə kağızının üzərinə kükünar şəkli çəkirik. Tərsinə çevirə bilərsiniz və yaxud da bir yağlı bişirmə kağızı üzərinə qoyun. Ağ şokoladı əridin. Onunla çəkdiyiniz hissələrdən kükünar ağacı forması cızın və gövdə hissəsində qara şokoladla gövdə çəkin. Üzərinə yeməli zər səpirik, yaşıl rəngdə qoyuruq, bərkiyir, qoyuruq onu tortumuzun üzərinə kükünar ağacı kimi. Kənarlarına da qara şokoladdan düyməciklər eyni qaydada hazırlayırıq, qoyuruq. Həyətdə olan rozmarindən biraz kəsirik kənarlarını oynanlarla və yaxud da biz belə bir şey də eləmişik, kənarından çıxan hissələrdən hazırladığımız ovuntuya bir xörək qaşığı kremdən əlavə edib yoğurmuşuq və onu konus formasına salırıq yolka kimi, kükünar ağacı kimi batırırıq kakosa, bəzilərini isə yeməli olan yaşıl zərə. Onu da bu şəkildə tortun üzərinə qoya bilərsiniz. Yəni kim necə istəyirsə sərbəstdir, hər öz zövqünə uyğun bəzəyə bilər. Ən əsası çox ləzzətlidir, yumşaqdır. Siz də hazırlayın, qoyun yeni il süfrələrinizə. Videonu bəyənməyi də unutmayın, şərhlərinizi gözləyəcəyik. Yazın görək yeni il süfrəniz üçün hansı tortu hazırlamağı planlamısınız. Süfrələriniz bol ruzulu, bərəkətli olsun. Hələlik.